Ali ibn Əbu Talib, Həzrət Əli bir çox isimlərlə, adlarla zikr olunur hər birimizin qəlbində də, dilində də ki, bu adlar bizə artıq təkcə bizə yox, uzun illərdir, əsrlərdir bizim xalqımıza munisdir. Əgər bizim dilimizdə andımız varsa, bu adlar o anda çevrilmiş adlardır. Əli ibn Əbu Talibin adı, o ilə bağlı olan nə varsa, insanda azı müsbət hisslər oyadır. Yəni, insan qəlbini yumşaldır, insanı rəhmli, mərhəmətli, şəfqətli eləyir, insanı səxavətli eləyir, insanı cəsarətli eləyir, şücaətli eləyir. Bütün bu müsbət keyfiyyətlər üçün bir nümunəvi şəxs desəydi, əgər tarixdə bir neçə şəxs adını çəksəydi, məhz mən inanıram ki, o başda Həzrət Əli əleyhissalamın adı gələrdi. Məhəmməd Füzuli şeiriyyatından, onun qəsidələrinin içərisində bir olur rədifli qəsidəsi var ki, tamamən Həzrət Əli əleyhissalama həsr olunub. Onun içərisində bir beyti var. Deyir, Nuh onun sənduqinə kəşdi tək aparmış pənah, ehtiyat eylər ki, nagah, bir dəxi tufan olur. Bilirsiniz ki, Nuh Peyğəmbər yer üzündə olan varlıqların xilası üçün bir gəmi düzəltmişdi və böyük tufanda o gəminin içərisində olanlar hamısı salamat qaldılar. Əslində onlar bəşəri nəslini davam etdirdilər, o gəminin içindəkilər. Buna xitabən deyir ki, Məhəmməd Füzuli bir tufandan xilas olmuşkən, ehtiyat eylər ki, yəni ikinci böyük bir imtihan olar, ikinci dəfə böyük bir tufan olar ki, bu dəfə o zədələnmiş gəmi, tufandan çıxmış gəmi ona dözməz bu tufana və məhv olar, qərq olar deyə onun sənduqinə, yəni Həzrət Əlinin qəbrinə pənah aparmışdır. Burada təbii ki, nə Nuh keçmiş zamanda o hələ gələcəkdə, hələ dünyaya gəlməmiş və dünyadan getməmiş Həzrət Əlinin qəbrinə pənah apara bilməzdi. Bu bir şair deyimidir və buradan bir ibrətli məna çıxardır şair ki, deyir ki, kimin əgər bu dünyada, bu təhlükələr dünyasından bir nicata ehtiyacı varsa, nicat tapmaq istəyirsə, əgər özünü, mənəviyyatını, şəxsiyyətini, ailəsini qorumaq istəyirsə, əgər bu ədalət deyilən bir o varlığın, məhfumun içərisində yaşamaq istəyirsə, o Əli əleyhissalama pənah aparmalıdır. Və Məhəmməd Füzulinin məhz bir Azərbaycan şairinin və özü də bu Azərbaycandan, yəni bu Bakıdan köçmüş, Bakı ətrafından, bəziləri Şamaxıdan deyirlər ki, o dəqiq yeri də təsbit olunmayıb. Amma Bayat qəbilələri məhz biz bilirik ki, həm Kərkük ətrafına, müasir bugünkü Bağdad və Kərbəla ətrafında yaşayan türklər, eyni zamanda Anadolunun bir çox ərazilərində yaşayan türklərin o keçiş, gəliş yeri, ilkin vətəni Azərbaycan olub. Və buradan gedənlər, Kərbəlaya gedəndə, Nəcəfə gedəndə, buradan hələ Əli sevgisini aparıblar, oraya gediblər. Yəni, oradan gedib qidalanmayıblar, ya düşdükləri mühitdən qidalanmayıb. Artıq Azərbaycandan yol olanda onların qəlbində o Əli sevgisi, Əli rəhmi, Əli məhəbbəti var idi və ki, Məhəmməd Füzuli də bir beytin içərisində bəşərin ən üstünlərindən biri olan Nuh Peyğəmbərin, Həzrət Nuhun simasında bir insanı, ya bütün bəşəriyyətin Əli əleyhissalama olan münasibətini göstərir.